Siz siyasi medya kanalına baxırsınız. Siyasi bloger Elnur Əliyev. Canlı yayında nəsə bir problem var idi. Nə qədər bilmirdim niyə elə oldu. Təzədən qoşuldum. Necəsiz dəyərli izləyicilər, vəziyyətiniz? Axşamınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Necəsiz vəziyyətiniz, işiniz, gücünüz? Gözləyək qoy canlı efirə insanlar 12-yə kimi vaxtımız var da gəl. Bilirsiniz niyə? Gündüzlər də canlı yayım aça bilərəm. Məsəl üçün ona görə də gündüzlər çox insanlar işdə olur deyənə ona görə gündüzlər canlı yayım açmıram. Açığı gündüzlər də canlı yayım aça bilərəm. Necəsiz vəziyyətiniz? İşiniz, gücünüz, salamatçılıqdırmı? İnşallah yaxşı olar Allahın izni ilə. Bu günlər fərqli mövzulardan istəyirəm söhbət eləyək. Bilirsiniz ki, TikTok platformasında da canlı yayım gedir. Həm TikTokda, həm YouTube kanalında biraz söhbət eləyək. İnsanların fikirlərini öyrənək. Mənə insanların fikirləri, insanların düşüncələri həddindən artıq çox önəmlidir. Açığı desəm, bilim ki, qoy insanlarımız nə düşüncədədirlər ki, niyə, nə səbəbə Azərbaycanda olan haqsızlıqlara göz yumurlar, Azərbaycanda olan haqsızlıqları niyə işıqlandırmaqdan çəkinirlər. Çox insanlar elənsinədir. Amma mən bəzi şeylərə baxanda, məsələn, keçən illərə və yaxud da o birisi illərə baxanda, həqiqətən də görürəm ki, insanlarda bir nəsə fərqlilik, irəliləyiş var. Üzlərini göstərməsələr də belənçinə, amma irəliləyiş var. Həqiqətən də irəliləyiş var. Bilirsiniz nəyə görə irəliləyiş var? Mən belə bir şey deyim sizə. Ən çox görürəm ki, TikTok platformasında insanlar canlı yayımlar açır, canlı yayımlarda fərqli mövzularda söhbətlər edirlər. Həqiqətən də bu ürək açıcı bir şeydir. Bilirsiniz niyə ürək açıcıdır? Ona görə ürək açıcıdır ki, bax belə bir şey deyim. Bir saniyəmi düzəldim mən. Niyə belə qaranlıq göstərdiyəm dəqiqə? Belə. Eləyək qalsın. İnsanlar fərqli mövzularda söhbətlər edirlər və qıraqdan dayanıb baxıram. Bəzən İlham Əliyevin 72-ləri canlı efirlərə hücumlar edirlər. Canlı efirlərdə imkan vermirlər ki, cəmaət öz fikirlərini və öz problemlərini işıqlandırsınlar. Mən buradan səslənmək istəyirəm həmən canlı efirə qoşulan insanlara ki, mənim dəyərli izləyicilərim, heç nədən çəkinməyin, heç nədən qorxmayın. Sadəcə olaraq söyüşsüz, təhqirsiz çıxın canlı efirlərə, öz haqlarınızı, hüquqlarınızı tələb edin və evinizdəki olan uşaqlara belənçinə öyrədin, öz haqlarınızı, hüquqlarınızı tələb etməyi. Nə qədər kütlə çox olsa, nə qədər insanlar çox olsa, canlı efirlərə qoşulsa, siyasi mövzulardan baxıb, siyasi mövzulardan danışsa, siyasi mövzulardan danışılan sözləri dərk edib, öz beyninə yeritsə, mən əminəm ki, yəni, həqiqətən də Azərbaycanda nəsə bir irəliləyiş ola bilər. Mən bunu əminəm. Çünki keçən illərə baxanda görürəm ki, Azərbaycanda doğrudan da irəliləyiş var, həqiqətən də irəliləyiş var. Məsəl üçün, bir neçə illər bundan öncə sosial şəbəkələrə ki, retki insanlar qoşulub, öz haqlarını, hüquqlarını tələb edərdilər. Amma bu son illərdə, son dönəmlərdə mən bunu görürəm ki, insanlarımız öz haqlarını, hüquqlarını tələb etməkdən çəkinmirlər. Bəzən İlham Əliyevin terror dəstəsi 72-lər bu pulla tutulan muzlular canlı efirlərə qoşulub, canlı efirləri bərbad günə qoymağa çalışırlar. Amma bunlardan siz çəkinməyin. Çəkinməyin, heç bir şeydə qorxmayın, heç bir şeydə eləyə bilməzlər. Sadəcə olaraq belə bir məsələ deyim. Xırda qəpiklər səs salar. O xırda qəpiklərdən heç zaman qorxmayın siz. Yəni, onlar sadəcə olaraq boş-boş danışmaqdan ibarətlər. Şirin həmişə ətrafına, necə deyim, şirlər toplaşar. Amma həmən şirlərə həmişə nəsə bir mız gəlib qoyanlar, həmişə çaqqallar olar.
Qoy ətrafımızda çaqqallar olsun. Biz elə şir statusunda da qalaq. Qoy biz elə toxunulmaz bir vəziyyətdə də qalaq. Yenə də TikTok platformamı spama atıblar, amma yenə də heç vecimə də deyil. Bugün bir videoda paylaşdım. Rahid Həmidli Qurban Bayramı ilə əlaqədar olaraq qurban paylayırdı və qurban paylayırdı. İnsanlarımız o qurban payını elə bir vəhşicəsinə, elə bir vəhşicəsinə Rahid Həmidlinin əlindən alırdılar ki, mən həqiqətən də şok oldum. Mən sadəcə olaraq Rahid Həmidli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə partnyordur. Yəni deyim biləsiniz, partnyordur, yaxın dostdular. Amma mən həqiqətən də belə baxıb təəccüblənirəm ki, bunlar necə yaxın dostdular ki, necə yaxın dostdular ki, qardaş, bir dəfə də olsun Rahid Həmidli niyə demir ki, həmən Leylaya ki, ay Azərbaycan Respublikasının prezidentinin qızı, Azərbaycandakı vəziyyət budur. İnsanlar həqiqətən də acınacaqlı vəziyyətdə yaşayır. İnsanlar çox pis vəziyyətdə yaşayır. İnsanlarımız, belə deyim sizə, o qədər acınacaqlı vəziyyətdə yaşayır ki, elə bir ailələr tanıyıram ki mən, valla gəlib göz yaşları tökürlər mənim canlı efirlərimdə ki, Elnur bəy, and ola Allaha 6 aydır, 8 aydır mənim uşaqlarımın ağzına beləcinə ət dəymir. Bəli, YouTube'da da canlı efir gedir, həm də TikTok platformasında canlı efir gedir. Ağzına belə ət dəymir. Mən həqiqətən də belə fikirləşirəm ki, bu sadəcə olaraq reklam xarakterli olan bir şeylərdir. Əgər doğrudan da həmən o yardımsevərlərin insanlara yardım paylamaqları bu bir reklam xarakterli nəsə bir hərəkət olmasaydı, dövlət başçısının ailəsi ilə dost olan bir şəxs niyə həmən dövlət başçısının ailəsinə bu Azərbaycanda olan acınacaqlı durumları həmən dövlət başçısının ailəsinə çatdırmır? Səbəb. Demək, burada iki nüans var. Bu bir reklam xarakterlidir. Bu bir, ya da ki, bunlar bir ailənin üzvüdsə, bir ailə ilə salam-sağolluq varsa, bu ailə özü bilərəkdən Azərbaycan Respublikasının millətini, xalqını bu duruma düşürdür ki, insanlar hansısa bir ürəkləri istədiyi ətə mi deyək, hansısa bir, nə bileyim, hansısa bir qeyri-adi belə bir şeylərə əl çatmazlığı olsun, əl çatmazlığı olsun. Deyir ki, Seymur Məmmədov deyir ki, səni öldürəcəklər, özünü gözlə. Mən zaten bu yola çıxanda hər şeyi gözümə alıb çıxmışam. Qurban olum Allaha, Allah bir dəfə bu ömrü bizə verib. Məni öldürəcəklər, məni öldürməyəcəklər. Öldürən gəlib öldürəcək, öldürsün də, nə deyirəm ki, qoy öldürsünlər. Problem yoxdur, qoy öldürsünlər. Öldürəcəklər, amma başqa şey öldürəcəklər. Yəni, məni canımı öldürməyəcəklər. Sadəcə olaraq mən belə bir şey deyim. Bəzən beləsinə baxmayaqlar troll dəstəsi deyirdim. Həmən troll dəstələri ən çox TikTok platformalarında olur. İnsanlara beləsinə kiber hücumlar və insanların beyninə, necə deyim, işlənəcək sözlərdən istifadə edirlər. Ay insanlar, kim kimi öldürəcək, kim kimi öldürməyəcək, mənim nömrə də verə bilərəm. Yəni, mən heç kimdən çəkinmirəm, heç kimdən qorxmuram, nə də qorxacağım tək bir Allahdır. Allahdan başqa Allahın yaratdığı bəndələrin heç birindən zərrəsi qədər də qorxmuram. Mən bu dünyaya kişi kimi gəlmişəm, kişi kimi də gedirəm. Azərbaycanda olan haqsızlıqları, Azərbaycanda olan şərəfsizlikləri işıqlandırmaqdan zərrə qədər də olsun çəkinmirəm. Zərrə qədər də, bir zərrə qədər də olsun çəkinmirəm. Bilirsiniz nəyə görə zərrə qədər də olsun çəkinmirəm? Çünki ona görə zərrə qədər də olsun çəkinmirəm ki, bir canlı borcumuz var da, bir candır. Yəni, burada heç bir şey, qeyri-adi bir şey yoxdur. Bizim ancaq bir problemimiz var ki, Azərbaycanda olan
acınacaqlı durumları bütün dünyaya tanıtmaq, bütün dünyaya göstermək, bütün dünyanı bu durumlarda, duruma bizi düşürəcək səbəbkarları cəzalandırmağını istəyirik. Mən başqa bir şey istəmirəm. Mənim bir dənə istəyim var. Neftdən gələn gəlirləri Azərbaycanda yaşayan insanlar, Azərbaycan vətəndaşlarına İlham Əliyev deyirdi ya, ədalətli şəkildə bölüşdürürəm. Yəni bu həmən neftdən gələn gəlirləri bütün Azərbaycanda yaşayan vətəndaşlara, həm vətənlərimə ədalətli şəkildə bölüşdürsün və uşaq pulu versin. Azərbaycanda olan haqsızlıqları aradan qaldıraq. Mənim bir niyyətim var, budur. Mən də belə düşünürəm ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında nə qədər ki bu hakimiyyəti davam elətdirəcək, nə qədər ki bu diktator rejimi davam elətdirəcək, heç bir zaman bu Azərbaycanda olan haqsızlıq, Azərbaycanda olan ədalətsizlik heç bir zaman aradan qaldırılmayacaqdır. Çünki Azərbaycanda bu haqsızlıqları birbaşa reallaşdıran, birbaşa cəmiyyətə cəza olaraq cəmiyyətin beyninə yürüdən İlham Əliyev və onun tərəfdarlarıdır. İlham Əliyev Azərbaycan Respublikasının, mən həmişə bunu deyirəm, Azərbaycan Respublikasının düşmənidir, xalqımıza yönləndirən Rus agentidir, xalqımıza göndərilən Rus agentidir. Necə ki Ermənistan Respublikasının prezidenti, baş naziri deyək, mən onu prezident də adlandıram, mənə prezidentə layiqlidir. Paşinyan, sən prezidentliyə layiqli bir insansan. Allaha and olsun, sən kişisən Paşinyan. Sən ona görə qeyrətlisən ki, ay Paşinyan, burada sənə səslənirəm. Sənin qeyrətin də var, sənin namusun da var, ay Paşinyan. Ona görə sən qeyrətli, namuslu, vicdanlı şəxsən ki, sənin ölkəndə bir dənə də qazi özünə intihar eləmədi. Bir dənə də veteran özünə qəsd eləmədi, ay Paşinyan. Uşaq pulu verdin, ay Paşinyan. Ay Paşinyan, uşaq pulu verirsən, öz xalqı var, öz dövləti və qeyrətcəsinə, namuslasına xidmət edirsən Paşinyan. Amma sənin heç bir yerdən gəlirin yox. Başa düşdünüz? Amma Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanda olan neftdən gələn gəlirlər, Azərbaycan elə bir ölkədir ki, yeri qazırsan pul çıxır. Yeri qazırsan neft çıxır. Ay qardaş, Allaha and olsun. Ay qardaş, bir lapatka vurursan neft çıxır. Necə ki, keçən səfər bir yaşlı bir vətəndaş, qardaş, torpağının yeri qazanda ağac əkmək istədi. Yarım metr getmişdi, neft fışqırırdı. Keçən bir, nə bilim, mən o insanlara bilirsiniz necə deyirəm, gerizəkalı deyirəm bəzən. Bilirsiniz nəyə gerizəkalı deyirəm? Biri götürüb yeri qazıb, külçə beləsinə daşlı qızıllar çıxıb. Mən bunu dünənlərdə canlı efrimdə səsləndirdim. Bu yerdən daş çıxıb, qızıl. Sırası zəng eləyib ki, bəs yerdən qızıl çıxıb. Bunu bir daha araşdırın da. Onlar da gəliblər, evinin qiymətini, nədirsə 25 min, 30 min evin qiymətini verirlər. Həyətini zamura alıblar. Xoş yedin, gülə-gülə. Qızıllar da. Doğrudan Allaha and olsun. Doğrudan çatdırıyor, Quran haqqı. Ay yetimlər. Evindən, həyətindən qızıl çıxıb. Bunu nəyə deyirsən? Özün yavaş-yavaş əriyib, külçə ilə götür satqına geçsin də. Apar sən Əcəmiyə. Əcəmi, qızılların məskəni Əcəmdir. Aparsan da orada yetim. Daha bunu desən, niyə sən gelib deyirsən ki, ay Məmməd, ay Əhməd, bəs həyətində qızıl çıxıb? Valla oradan qoyun deyə, Allaha and olsun. Daha bu sən niyə deyirsən ki, ay Məmməd, ay Əhməd, qızıl çıxıb, bəs gəl götür qızılı apar. Onlar da aparlar 25 min, 30 min veriblər, həyəti alıblar hasara, qaldırıblar hasarı, ay başı qızıl çıxardılar. Adını da qoyublar ki buna. Gör buna nə ad qoyublar, bir yetimə. Bu, Kəlbəcərdən gələn qızıldır. Axı ya, torpağın altında. Bu boyda, doğrudan kütdü ya. Kəlbəcərdən bu tərəf zonalara
Qızıl hardan gəldi çıxdı? Necə gəldi çıxdı? Bu torpağın altı ilə necə gəldi çıxdı? Hə? Bizim elə bir qazi qardaşlarımız var idi. Kəlbəcərdə qızıl belə külçələr götürmüşdülər. Onları Azərbaycan polisləri əllərindən müsadirə edib almışdılar. Müsadirə edib almışdılar. Həmən necə deyim sizə? Həmən şeylər də belə deyim sizə, həmən o qızılları. Niyə alırsan ki sən onu? Nə səbəbə alırsan ki sən onu? Yəni bu insan Azərbaycanın necə deyim, İlham Əliyevin siyasəti uğrunda zaten qurban olmuş bir şəxsdir. Sən bunun əlindən o qızı almaqla göyə neyinirsən ki? Bax, mən sizə bir şey deyim. Mən çox ölkədə olmuşam. Yəni Avstriyadan tutmuş, Hollandiyaya qədər olmuşam. Bax, belə bir şey deyim mən sizə. Mən heç bir ölkədə, Avropa ölkələrində, bilirsiniz 26 Şengen ölkəsinin heç birində mən polislərin vətəndaşlarla qəddarcasına, sərtcasına söhbət etdiyini görmədim. Həqiqətən də. O gün bir şeyə rast gəldim. Doğrudan da təəccübləndim ki, Avropa polisləri həqiqətən də mərhəmətlidir. Nə mənada? Mərhəmətli, həm də ədəblidir. Həm də tərbiyə yiyəsidir. Doğrudan da tərbiyə yiyəsidir. Nə mənada? Bax, burada mən sizə bir şey deyim. Bir insan içkili vəziyyətdə idi, lül piyan idi. Özünü idarə eləyə bilmirdi. O izə yıxılırdı, bu izə yıxılırdı. Bax, konkret olaraq. Ekranı bəyənin də, çox xahiş edirəm. Ekranı bəyənin. Ekranı bəyənin, canlı efiri paylaşın. Çox xahiş edirəm. Və bu insan çox, belə deyim sizə, şeydir. Bir də mən bunu Facebook kanalımda da paylaşdım. Canlı yayımı çox xahiş edirəm. Dostluğunuzda nə qədər insan varsa, canlı yayımızı paylaşın ki, qoy insanlar gəlsin